Alınmasa da dadı çox qəşəng idi deyə resepti sizlə bölüşmək istədim. Alınmamağının səbəbi də ən sonda vurğulayacağam. 4 gündür bu çiğ köftəni hazırlamışam, amma səbəbini indi öyrəndim. 2 stəkan bulqurun ölçüsü ilə etdim. Videoda gördüyünüz bütün inqrediyentləri əlavə edirəm reseptdə. Artıq əksik eləmədim. Nə görürsünüzsə, hansı qaşıq ölçüsünə görürsünüzsə, onu əlavə eləyirəm. Amma satışdakı daha bərk bulqur isə daha pürüzsüz olur. İncə bulqur aldığıma baxmayaraq yeyəndə bulqur bilirsən ki, bulqur yeyirsən. Onu necə eləyirlərsə, əgər türk izləyicilərim varsa, rəylərdə yazarlar. Bir də etmək istəyirəm. Bu qara sumaq deyil, isotdur. Xəmir qatan aparatla edirdim. Düşündüm ki, ona gücüm çatmayacaq yoğurmağa. Fakir firmasıdır. 2 ilə yaxındır ki, almışam. Çox razıyam. Məsləhət görərəm almağı. Tutumu isə 2 litrdir. Deyəsən 2 litrdir ya da 5 litrdir. Onu bilmirəm. Sonra isə bu başlığa keçdim. Bu daha qəşəng qatırdı. O birisi unlu məhsullara daha gözəldir. Belə qızlar, məndə bərk alınmadı. Çünki yoldaşım burada yeyəndə mənə qayıdıb dedi ki, görürsən necə soçnudur. Su əlavə eləmişəm. Çox təəssüf ki, mən onu başa saldım ki, gərək etməzdin. Dedi, yumşaq olmalı deyil. Dedim, yox.